Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Sual verilir ki, cümə günü oruç tutmaq olarmı? Ramazandan qalma oruclarımız var. Elhamdülillah, bismillah, elhamdülillah və salatu və selamu alə mən la nəbiyyə bə'də. Düzdür, günlərdən bəziləri var ki, o günlərdə oruç tutmaq qadağan gəlib. Onlardan biri cümə günü, əgər tək tutularsa və həmçinin 6-cı günü, həmçinin bazar günü bu günlərdə oruç tutmaq qadağa gələn günlərdir. Ancaq bu qadağa vacib oruclara aid deyil. Vacib oruclara aid deyil. Yəni, Ramazan orucuna, fərz olan oruca insan fərz orucu nə zaman istəsə tuta bilər. Bu sadəcə sünnə oruclarına aiddir. Sünnə oruclarına da gəldikdə, əgər bir şəxs ardıcıl olaraq tutursa, üzərində və yaxud da şəvval orucudur, ardıcıl olaraq tutursa, bu zaman alimlərdən icazə verən var ki, yəni həmənki günləri də ardıcıl olaraq tutursa, həmənki günlərdə tuta bilər. Amma yox, bir şəxs xüsusən cümə gününü xüsusiləşdirib tutursa, bu qadağandır. Və həmçinin 6-cı günü xüsusiləşdirib tutursa, qadağandır. Və həmçinin bazar gününü xüsusiləşdirərək tutursa, qadağandır. Hətta bu barədə Peyğəmbər s.ə.v-dən hədis varid olmuşdur. Peyğəmbər s.ə.v cümə günü oruç tutmuş bir şəxsdən soruşur ki, dünən oruç tutmuşdunmu? Deyir, xeyr. Və deyir ki, sabah oruç tutmaq fikrin varmı? Və deyir ki, xeyr. Və Peyğəmbər s.ə.v buyurur ki, onda iftar et. Yəni, onda orucunu aç. Yəni, burada da alimlər gətirir ki, yəni, əgər bir şəxs sünnə orucu tutursa, cümə günü tək tutmasın, ya bir gün qabaq, ya da ki, bir gün sonra oruç tutsun. Və bəziləri də qadağan olan günlərdə sünnə orucunu tutmağı məkruh görmüşdülər. Yenə də düzünü Allah bilir. Amma hər bir halda vacib orucu, yəni Ramazan orucu üçün bu qadağa aid deyil. İnsan hansı vaxt istəsə Ramazan orucunun qəzasını əda edə bilər. Yenə də düzünü Allah bilir. Selamun aleyküm və rəhmətullah.